Səməd Vurğunun bütün əsərləriyle evvelden ahıra kadar Azerbaycan halkı fəxr edir ve bundan sonra da fəxr edecek. Səməd Vurğunun əsərləri şübhəsiz ki, öz devrində yazılıbdır. O devrin hükmü, o devrin tələbləri Səməd Vurğunun əsərlərində də öz əksini tapıbdır. Vurğunun bütün əsərləriyle evvelden ahıra kadar Azerbaycan halkı fəxr edir ve bundan sonra da fəxr edecek. Səməd Vurğun öz xalqına sadiq insan olurdur. Öz millətine sadiq insan olurdur. Öz millətinin milli oyanışına, milli dirçəlişinə xidmət edibdir. Və məhz Səməd Vurğunun şeirləri, onun əsərləri, onun piyesləri, onun dramları, onların hamısı birlikdə bizim xalqımızı xırda bu yüksək səviyyəyə qaldırıb çıxardıbdır. Budur Səməd Vurğunun yaradıcının əsas xüsusiyyətləri. Buna görə Səməd Vurğun qiymətlidir. Səməd Vurğun 1906-cı il martın 21-də Qazaxın Yuxarı Sallı kəndində, sonradan Vəkilovlar olaraq tanınan Vəkil ağalar ailəsində dünyaya gəlir. Vəkil ağaların nəsli tanınmış ziyalı nəsli idi. Hərbiçilər, müəllimlər, ələxüsus da şairlər nəsli. Səmədin uşaqlığı olduqca ağrılı, acınacaqlı keçir. 6 yaşında anasını itirir. Atası və nənəsinin himayəsində yaşayır. Amma daha sonra onlar da vəfat edir və qohumların yanında yaşayır. İlk təhsilini doğulduğu kənddə alır. 1918-ci ildə Firidun bəy Köçərli Qazax müəllimlər seminariyasını təşkil edir. Firidun bəyin həyat yoldaşı Badisəbə xanım Səmədin qohumu idi. Onun köməyi ilə Səməd Qazax müəllimlər seminariyasına qəbul edilir. Orada istedadı və yaddaşı ilə müəllimlərin diqqətini çəkir. Seminariyada təhsil aldığı müddətdə həm klassik Azərbaycan, həm də Osmanlı türk ədəbiyyatını şövqlə oxuyur. O, ilk şeirlərini qələmə alır. 1925-ci ildə Tiflisdə seminariyanı bitirdiyinə görə Cavanlara xitab şeiri Yeni Fikir qəzetində dərc edilir. Bundan sonra Qazaxda, Qubada, Gəncə və Azərbaycanın digər bölgələrində Azərbaycan dili və ədəbiyyatından dərs deyir. 1929-cu ildə Səməd Vurğun 2-ci Moskva Universitetinin Ədəbiyyat Fakültəsinə qəbul edilir. Bu müddətdə yazdığı şeirləri 1930-cu ildə Şairin Andad ilə nəşr etdirir. 1930-1940-cı illərdə Vurğun ədəbiyyatının yüksəlişini və zirvəsini yaşayır. Könül dəftəri və şeirlər kitabı dərc edilir. Abdullah Şaiqin baldızı Xavir xanımla ailə həyatı qurur. Onların Azərbaycan ədəbiyyatında xüsusi yerləri olan oğulları Yusif, Vaqif və Aybəniz adlı qızları dünyaya gəlir. 1937-ci ildə böyük səs-küyə səbəb olan məşhur Vaqif dramını yazır. Əsər demək olar ki, bir ay ərzində tamamlanır. Əkmədiniz. Əymədim bəli, əyilməz vicdanın böyük heykəli. Yenə göylərdədir şair xiyalin. Əzəldən hüdudu yoxdur kəmalın. Çox gözəl. İnan ki, mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray. Söylərim saltı olduz o ay. Ne tapşırılsın bugünden gerek. Ancak bir şartım var. Buyurun görək. Gerek faslinde yazsın senetkar. Arsın xeyyamı var, bir dostu var. Ne çoktur onlarda böyük sənətkar. Bizim bu dağların oğluyam mən də, az uydururam yeri gələndə. Ayağı çarıqlı kiçik bir ölkə, böyük firdosilər yarattı bəlkə. Dayan, bu bakçanın her bir utağı üstünde min çiçeği min gül bitirmiş. Sizin güldüğünüz çoban torpağı nizamiler, gizliler getirmiş. 1941-ci ildə Nizamin Xosrov və Şirin poemasının motivləri əsasında Fərhad və Şirin dramını yazır. Lakin bu dram dövrün ruhuna uyğun olaraq vətənpərvərlik mövzusunda yazılır. Elə buna görə də
ona ikinci dəfə Stalin mükafatı verilir. O, müharibə vaxtı cəbhələri gəzir, döyüşçülərlə görüşür, digər vaxtlarda isə radiolarda çıxış edərək ruh yüksəkliyi yaradır. 1945-ci ildə insan dramını yazır. Elmlər Akademiyasının akademiki seçilir. İranla mədəni əlaqələr cəmiyyəti yaranır və başçısı təyin edilir. SSR Ali Sovetinin deputatı olaraq 1947-ci ildə Berlinə gedir. Bir il sonra Polşaya səfər edir. Orada Zəncinin arzuları əsəri çap edilir. Müharibədən sonrakı dövrdə ədəbi mövzusu artıq dəyişməyə, məişət ədəbiyyatına çevrilməyə başlayır. Bir-birinin ardınca Muğan, Aygün, Zamanın bayraqları kimi onlarla poema yazır. Səməd Vurğunun Sovet hökuməti tərənnümlərinə baxmayaraq 53-cü ildə tənqidlərə məruz qalır. Aygün poeması tənqid edilir. Şairin hüquqları məqaləsi ona qarşı hücumların sayını artırır. Hətta həbs edilməsi ilə bağlı da qərar qəbul edilir. Lakin Stalin ölümü qərarı gecikdirir. Əksinə, həmin il Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilir. Bir il sonra isə Sovet yazıçıların 2-ci mütəfəq qurultayında Sovet poeziyası haqqında məruzə üçün çıxış ona verilir. 1955-ci ildə Səməd Vurğun Vyetnama gedərkən xəstələnir. Pekin xəstəxanasında müalicə olunur. Ancaq bir fayda vermir. Bir neçə həftə sonra vətənə qayıdır. Xəstəlik getdikcə şiddətlənir. O isə bir əsrin yarısını tamamlamışdı. 1956-cı ildə Azərbaycanın xalq şairi adı təsis edilir və ilk dəfə Səməd Vurğuna verilir. 50 illik yubileyi qeyd edilir. 2 həftə sonra isə mayın 27-sində o bu dünyadan köçür. Vidalaşma mərasimi 3 gün çəkir və ayın 30-da Fəxri xiyabanında dəfn edilir. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılar mı? Könül candan. Azərbaycan, Azərbaycan.